Salamlar, hər birinizi yeni videomda xoş gördük. Bugün gedirik Lənkərana və yanımda iş yoldaşlarım İsmail və Salam aleyküm. Malovla. Salam. Gözümüz Lənkəran tərəfənədir. Eyni zamanda hava durumu da biraz bizləri məyus edir çünki dumanlıdır və çox duman yağış yağacaq. Biz də meşədə balıq tutmağı eyni zamanda çadır falan qurub, yəni bir düşərgə qurub istirahət etməyi düşünürük. Ən azı bir gün oradayıq. İnşallah hər şey yaxşı olar və məkana çatmaqda orada artıq videomuza davam edəcəyik. Bəli, artıq Lənkərandayıq. Azmışdıq, yemək fasiləsinə çıxdıq. Bu arada Sitrus bazarındayıq. Vələdi adlanan ərazidəyik. Burada biraz bir yoldaş var, onu gözləyirik. Həm də onu gözləyən kimi dedik, biraz ağzımızı yarıda qaldıraq. Ləvəncimiz var, prosta ləvəncin içində Aha, şikayət var. qoz ləvəncisi olmalıdır. Prosta ləvəncin qozundan xəbəri yox. Yeyirik, Allah kərim. Yox, Sizdən gəlmiş bu var idi. Olmaq kimi. Lorda. Yəni sən yalan danışdın, bu da Bəli, deməli gəldik, çatdıq əraziyə. Buralar tam tanımıram. Aşağıdan bir sayaq, indi birazdan göstərəcəm. Sadəcə hazırda çadır qurmağa başladıq çünki hava qaralıb. Səsim yoxdur, vaxt itirmədən çadır işinə keçdik. Hələ ki telefonla danışırıq. Neyse. Çadır quraq, sonra daha sonra videoya davam edərik. Və biz burada çadır quranda İsmail artıq balıq ovuna başı və süftən elədi. Biraz endir qeyşini. Çox. Bir yana elə. İmkan versə tutacaq bundan. Amma balacadır. Buraxacam suya. Bəli. Lazımsız balıq. Tutsun mu qurdu oradan sonra? O tərəfdən çıxarsın. Arkada bir sənə qurdu var idi. Nə qədər? Burada eyni yerdə, orada. Gəl. Ora gətir. Yerindən. Buraya değil mi? Çıxır. Ha. Baxın. Baba de bura. De. Qara düz. Baba yekə baba. O da baba. Bir dənə lapatka vur bura. Buradan belə. Bir dənə də var burada. Lapat qaldı. Biraz dərin olmalı ki. Dərin. Ayo var, qurt var. Qara qurtdur. Bölünmüş ikiye. Bəli, çadır hazırdır. Çadıra çox vaxt getdi. Allah bilməz alışdırar. Məncə sağ varsın. Bunlar yandırıb sonra da kömürü basaqsın. Yandırmaq üçün geri nasıl? O şey var ya. O şey Onda bir Sarı o iyi verməz. gel var ya ondan dərin. Vardı. Ha? Hara qoydum mən yox. Şuşamız var da. Şuşka var. Oğlum məzələnmə. Məzələnmə. Sonra yox. Həqiqə deyirsən. Ayda, Allahdan. İstədim deyəm siz şuşka. Bu deyim gətirsin də nə? Bir də Gez gələr o. Gel tez maşını al gəlsən. Amma məzəsə maşın buradan çıxartmaq olar. Təmiz çalış götürdünüz, arxasını bir tərəf saxlanır. Hə, İsmaillə balıqlan getdi. Alışqan tapmağa, daha doğrusu market tapıb alışqan yandıran almağa. Mən də məcbur burada gözlədim ki, ehtimala qarşı da həm də hazırlıqlarımızı görək. Çünki çox vaxt itirdik.
Yandırmağa elə çox şey tapmadı. Burada tikan kolu vardı. Quruydu, ən azından alışdırmağa. İşə yarayar. Ondan sonra sizə görə nə olur. Elə burada yüklərimiz var. Bunları çadır üçün yerləşdirməliyik. Eyni zamanda şişmə yataq var. Onu doldurmaq qalıb. Hələ ki işimiz çoxdur. Eyni zamanda bu ilk təcrübəmizdir deyə. Yəni ilk dəfə də bir düşərgə qururuq. O elə biraz təcrübəsizlik öz nəticəsini göstərir. Yəni ən vacib şeylərdən olan yəni alışqanı biz yaddan çıxarmışıq almağa. Və onun hazırda cəzasını çəkirik. Saat da hazırda 18:58-dir, 7 tamamda belə deyək. Bəxtimiz gətirdi ki, yolda düzdür biraz Cəyləbad tərəfdə biraz çiskinlikdi hava. Lənkəran'a çatanda amma hava qorxduq ki, burada da yağışlı olacaq, amma yaxşı ki sərin havadır, yəni nə çox soyuq, nə də yağışlı. Belə biraz telefon enerjisini qaynaqdan istifadə eləməliyəm, çünki onun içində powerbank falan zərət enerji qoya biləcəyim cihaz yoxdur. Ona görə hissə çəkəcəm, mənim qaranlıqdır. Qaranlıqda çox çəkə biləcəyim bir şey yoxdur. Gəlmişsiniz, hə? Çox basırıq eləm, qoy bunlar yansın. Məsələn üstünə düşsün ki, bir dənəsi yansın. Yekər sözdə suya yanacaq. Tikan. Yəni cəyimiz olur. Nə sən qoyunu uğurladın? Yəni bir şey. Prosta samvarı doldurun aşağıda. Yəni nəzər alındı ondur. Düz anı. Biz niyə belə ya? Beyaz daşın üstündədir. Sən ləzzətli. Qopla. Əsas o da yer verirəm, ondan sonra cumruq balığının üstünə doluşun. Dəm götür. Nə qədər dolduraq? Suyu. Ay, sonra da eləmədik ya. Yoxsa Başını biraz su. onsuz o axırıncı dəfə çay içilib də içində nə olur ki? Nəzərdə. Kül qalxır. Gözə Niyə gözə. düşsən var oğlan? Əmdar yesinlər. Şey var ya, bu lillidir o. Qara küllər var içində. Ha, boş şeydi, çaydı da içirik. Vitamindir. Gör nə deyirəm, ham dolduraram hər başda. Sabada düzəlmiş. Onun içində elə dolduruyor, onun Bu içində adam heç nə- Ermənistandan da. Onun içində elə heç nə yoxdur. Qurban qoyandan sonra da ata bilərik. Gör nə deyirəm, burada çubuq var. Bəlkə onu kol atmaqdan çubuq ataq. Onlar çubuqlardan ataq. Hə. Onlar tez yanır. Yox. O koldur, o kolun budaqlarıdır. Bundan götür. Bu qalın şeydir. Gec yanar. Eləcə daha qəşəng yanır. O Olası. Ha bax. Ona Sandalı bax. götür. Biraz o tərəfə qoy. Çadır zad şey oldu kəndisi. Xıst oldu. Keç o tərəf. Götür, gətir ora. Gəl daşın yanından apar, elə onsa ocağın ya da hə nə var. Işıq qoymayacaq. Elə bura yaxşı. Amma qoy. Fasıl. Əksinə qoymalı deyilsən. Yox, üstündə şeylər var. Yuxarı tərəf biraz cırığı vardı, ona Elə keçmir. olur ki, Qəşəng. Fanarı söndür. O təzə şey var, yanan şeylər var. Hə, o oxşadı. samavarların qurulması, yandırılması Biraz və da söndürülməsi. çadırı yandıracaq. Amma xırda tikanlar düzdür. Çox. Ah, Əhməd əməcə istəyirsən. Canım şey mangalda. Mangalı otağın götür qoyaq. mangalı indi pişirlər, yazır ya. Vensin yarırsan su getdi. İçindəkilərə. Bir kilo. Bu törəndə mən dedim ya bu bir kilo yoxsan. İstəyirsən yuya bilərəm. Nasıl Çək. böyle söyleyeyim. Onda tut bunu mən yuyuram. Gəl o başlamaz nə olur. Sən çək bunu biraz. Suyu da görməmiş. Qaraşdan soruşa bilər ya. Bəs, bəs. Su yeməli. Bence 50 euro qəşəng. Axız bir ondan sonra manqala qoysun. Açma, əyəcəm də.
İkisi de su yiyir ha. Evet, seni. Bağlı ağzına. Olsun gelmiş. Yaz yok. Gel. Filemiz var, kanadımız var. Toy kanadı, toy filesi. Qanad soyuq ya. Ya yaxşıdır. Açılıb da. Ha, buzuz adı yoxdur. Gör nə deyirəm, bunu doğramağı Aa, 2 yerə böləcək. nəyə görə deyirəm? Bölməliyik. Bu ikisi demək olar eynidir. Nə bu biraz yeşədir. Şurada ikisini hamısını 2 yerə Hamısını böləcək. iki yerə bölürlər. Adama bir dənə filə düşəcək. Çox azdır. Qalan nə sənə deməkdə? 6 dənə var esmosa. Yəni nə bilim. 3 5 dənədir. Ya 6 dənədir. Sonra adama 2 dənə böl. Onlar da gələcək məsələn. Adama bir dənə. Burası bir dənə, bu da elə bir şey. Onu da 2 yerə bölürük. Nə də kifayətdir. Əksi boşaq keçsin su. Bu sən uzan ehtiyatlı ol. Çox əmin. Açmışam. Yəni o qədər azdır ki, yəni mən qəsəyir. Qaynayır. Çolma. Kömür də atılır da. Şu. Hə, bir dənə buna istiyor duz, pul biber bıraq, Şu. mayonezlə də bir dənə. Mayonez aldı ha. Hə. Mayonez. İstəyirsiniz mayonez vurum. Peşin. Şu. Bunu saxlat, mənim əlim yaşdır. Sayılıkça biraz çay. Boşdur ha. Nereye bakacağız? Dur. Şöyle. 2 kaşık olar da yiyinç. Olar burada 2 kaşık. Olar məncə. Koyun burada. Tut indi bunu. Mesela birinci mayonez söküm, sonra tuzu sil. Haydi yox, çox deyil. Soğanı deyərsən ya. Gözələr tutun. Bəs. Bunlar yandırar. Ne qalmasın da. Hə? Ne qalmasın da. Ehtiyatlı az. Ne qədər vurasın? Çox vurma ya. Bu isti yoxdur. Ya az vursan bəsdir. Onsuz öyle də çox deyil. Biraz da o qədər dağıt. Baya çox getdi. Şimdi o birindən dağıt. O az zəqqudum olmasa ya. Ya, elə o arkadaşlar da var. Ben hamısını qarışacağım. Məncə bəsdir. İlk dəfədir. Nə? İlk dəfədir belə yemək İlk qarışdırırsan. dəfə deyil, просто gez olur diye ilk dəfə demiyor olur. Yemək işinə də çox vaxt. Salafan qultudur. Məzələmi? Nə tərsmiş? Qayğı deyirsən? Kömürün içində spiska var. Aa, Apar qaytardı onu zarcaqdan. zordur ki. Əslində bir əllə qarışdıra bilərdim. Çox iyi. Biraz çoxdur da. Mayonezi çox oldu, elə. Çox oldu onsuz. Əslində yaxşı. Bu biraz qalacaq. O manqal hazır olan kimi bu da qalacaq burada. Gözüm tutacaq. Yaxşı. Duz sökmədim ha. Tökdü. Əlim uğraşdı. Həşdəsən. Gedək bir dənə odun tapaq. Manqal yandıran biri. Onsuz gətirmirik bura. Ya da götürək. Lazım olsa orada bölərik.
Lazım olsa gətirərik burada baxarıq vəziyyətə. İsmail burada bir dənə də var. Al. Manqalı da canlandırdıq da oxşur bir tər. Son da olur. Üstün tutulansın. Çaylık doldu koyarım. Çaylıqdan doldur da onu. Çaylığı doldur, onu elə istiliyi bəsir. Kömürdən tutsun. Ben bir kişi almalı ki, tutsun. Balaca var da mı? Balaca var, hamısı. Bəs. Bunlar yansın hələ. Bir ikisi köz yansa pis olur. Buna da tutsun. Mənə o qurd yığdığım var onun. Ona sus. Saçsız. Temiz. Kətsən. O buranda gəlir bəs. Ondan değil abi. Arkadaşlar Xoruz qanı. stolda da olar yorasınlar da. Gətirir. Üç tane suji hazırım. Çabakçı nəvəsi olaraq çabaklar mənim. Çabağımı ki bilsən daval olan nədir? Tez-tez fırlamaq qardaş. Gör nə biləm, o tavaya yerləşən olsun. Tavaya yerləşən olsun. Ay yerləşəcək ha. Bişdikcə, Toy tavası nə yox. yerləşər, düzdür mü? Ay yerləşəcək. Anda istəsək eləyərik. Mənim cehizliyim. Abi bir de orada mən bıçağı verib də ətə baxım görmürəm. Orada 2 dənə Yox, bıçaq. adam, hələ tez olar, Belə Məharətini göstər. mən Məharətini. şərəflə çəkirəm, görüm nə pişirmişəm. Allah Allah mənim qoydum. Özüm yemirəm ki, sonra deməyin. De özü bişirdi də əladır. Qardaş, bu biraz çox olar. İsmail bax bir iki dənəsinin dadına baxdı. Yəni bir kiçik parça dedi çox hazırlıdır. Nətərdir? Hazırlığı zadı necədir? Pisi pişib. Acı deyil axı abi. Üstü acı. Ola bilər yəni bir tərəfə çox düşüb. Bir damcıda məncə qalsa yaxşı olar. Acı suludur. Yaxşıdır da. Sö. Keçsən keçdi. Allah. Vurdun etsin. O biraz qalmalı alır. Hə, bu arada bizim indi yanımıza yoldaşlar gələcək. Onlar da sağ olsunlar. Paylarını bizlə bölüşürlər. Bu var. 3 dənə bizimdir, güclü rasxod eləmiş. Biz 3 nəfərlik almışdıq. Fürsətçi. Qaqabə bir kişiləmə dedim, bastın yerinə ama. Sağ deyil, amma filəni bölüb dönər kimi polon düzəltmək olur. Xiyarzat da var. Abi. Ya mən yemirəm. Biz bu tərsinə çevirməyəcək. Yo, bu tərəfdən. Bəli. Deməli, çöldə kabab çəkilir. Biz də indi çadırın iç tərəfini düzəlirik. Aşağı bir dənə stekla var. Örtüyü sərmişik. Həmişliyə qarşı. Bir dənə də belə şişmə yatağımız var. İndi bu istiqin nasosla hava vuracaq. Ya nasosu da vuracaq. Buna da bir skoç vurdum. Yox, bunu rahat asacaq. Ama sana diyeyim yani soyuqluq var pisdən. Buradan biraz hava gəlir. Ama yaxşı deyil, içəri biraz havalanır da yəni.
Bu ne tabii. Şeyden kesirdin. Ben bura kestim sonra. Yox məncə. Hə, düzdür. Çünki onu da artanda ikisi də çıxırdı. Orada bir 3 tane de burada. Bu ora kestim. Bu qədər də biabırçı olmadı. Nə təcrübəsi yox, özüm də şeyirəm, yəni mən də bilmirəm. Bunu bir dəfə evdə qurmuşuq, aldığımız gün şey. Getdiyimiz yerdə biraz çox çətinlik çəkmiyor. İşte qurduq. Düz yenə çətinlik çəkirik, amma hələ köyrəşmədik. Biraz havada küləkli olduğu üçün çadırı çətin qurduq. Gedərmədi, çəkinmədi elə ki. Normal. Bu arada çadır bu hissədə ara kəsmə var idi. Bunlar birləşik vəziyyətdə idi. Sadəcə buradan uzanmaq var idi. Zəncirbəndlə asılı olurdu onu. Amma bu döşəyimiz çadırın ölçülərinə görə biraz böyük olduğu üçün bu hissələr məcbur təzyiq edir çadıra, ona tam yerləşmir deyə. Bu hissəsini kəsdik. Lazım olanda yəni bunu aşağı indirib ara kəsməyə yəni qoymalı. Yəni iki otaqlı çadırdı, amma biz məcbur biraz bəzi yerlərindən düzəliş elədik. Bu qıraksada ziblər var. Orada nəfəslik var. Gəlin. Nəhayət ki, bunu da doldurdu. Ana, biraz da bu yana verə bilərik. Diriyə yola, niyə? Yıxılmıyor, doğru. Həm başımız başlayır yetməsin. Çox vermə, o. Gəl. Bu arada bu çadır deyirəm, döşək maksimum 270 kilo yük götürə bilir. Ayşe, gəl görək hələ. Bir dənə uzan görək bura. Bir dəqiqə çiləmiz olmam normal bir şey. Mənim üçün də bura polnu sərə bilər. Hadi onu deyirəm. Bu burası 270 kilo götürür də. Yəni 3 nəfər rahat. 3 nəfər rahat gedirəm. Bunu da verim mən məsələtə ora. Bunu sən sərməyək də, buradan lazım olsa böyürdən. Köşkəyi balıq tutmağa. İndi hazırda soxuldan tapmışıq yem kimi. Nəsə bəs çətindir tutmaq burada, zəifsi deyiləm də. Burada qaranlıqda görünür. Əlavə tilovlar var. Gözləyir elə ki, saat da bu arada 11'ə qalır 10 dəqiqə. 1-2 dəfə yox, 1-2 saat da oturarıq, gözləyərək. Olmasa artıq nəsə çadıra keçərik də, yatarıq. Sabahda köbəkə başqa yerə getdik. Hələ ki fikirləşirik. Sən radyo balon başına balon. Səhər dursam birinin başı yoxdur. Şimdi kese oldu. Sabahın xeyir olsun. Azan səslərindən eşidilir ki, artıq saat 7-yə işləyir 15 dəqiqə. Bələri bu tez oyanmışıq. Mən gezməyin oyandım. Bunlar cücumublar balığa.
Ben de buraya yaxınlaşanda bu tərəfdən çaqqal səsləri gəlirdi. Ulaşmaları. Telefonda enerjisi azdır, çox video çəkmirəm. Gönder göre ne olur. Beşe. Saat 8'e kadar 15 dakika. Cəhdlərimiz davam edir. Əslində balıq tuturuq, amma bu çox növüdür. Həm də balaca donayır atırıq onları suya. Biz tutmuruq əslində bu. İsmail o tərəfdə oturur, o tutur. Başqa tutmamışıq işte. Hə, bir dənə də bovla, o da balacaydı, onu da buraxdıq suya. Harasa 5-6 dənə balıq tutmuşuq, amma hamısı suya atmışıq ki, balacaydılar, həm də bizə yaranırdı. Sence? Bilmiyorum. Bence pişmiyor. Biraz yok pişmiyor. Pişmiyor. Ne yapayım? Pişirsen de pişmiyor. Pişmiyor sorttan. Var neyse. Teşe. İstiyorum çok. Bu ne götürdük? Nasıl doğramla oldu da oluyor. Ne yazıyor? Çok önemli bir Belə çadırımızı yığdıq. Gedirik başqa məkana. Mənim telefon zərət qayqlamışam. Bakalım bütün gün balıq tutdu deyə. Qonaqlarımız gəldi bu arada. Neyse, bu da bizim veşlərimiz, müşlərimiz. Çadırı qurduk, yığdıq daha doğrusu. Gelirik indi. Sırf balıq tutmaq üçün bir məkan var. Orada gedəcəyik. Görək orada vəziyyət necə olur. Orada gedəndə orada videomda davam edəcəm. Məndə telefon enerjisi dolmuş olacaq. Rahatlıqla video çəkə biləcəm. Buradan heç nə balıq sanmadık. Tutduq orada balaca balıq var idi. Buraxdıq suya təzədən. Hamısında bu qaqaş tutuq. Gör nə deyirəm. Bunu elə İsmail'a qarşı qoyaqsa. Buranı da qəşəng şumlamışıq, kim nə istəsə əkə bilər. Bəli, yola düşürük. Aftoni adlanan yerə. Orada göl var deyəsən, oraya gidirik. 800 metre sonra saat sağa. Saat 11:02, 12 işdir. 12 için tasarruflu oldu. Bəli, gəldik, çatdıq gölə. Amma burada bizdən başqa adamlar da var. Öyrəndiyimiz mənə əsasən burada balıq yoxdur.
Neş olsun. İsmail'in çox savaylı cəhdlərinə baxmayaraq hələ də balıq tutamırıq. Balıqdan başqa hər şey var. Bu boyda aldığımızı pul verib. Balıqlar. Altı sürətə qaldı. Balıq alsaydı 10 kilo balıq almışdı. Aha. Ne? Mən nə oldu belə görmüşsünüz? Balta balta. Koyu kırmanın var ondan. Deməli biz yekunlaşdırdıq istirahətimizi. Düzü çox çəkmədim video. Biraz problemlər oldu. Həm balıq yox idi. Həm qəşəng vaxt keçirdi. Düzdür balıq olmadı deyə biraz məyus oldu, amma hər şey İlk dəfə maraqlı idi. çadırla Yəni ilk təcrübəmizdir. Yəni normaldır bu problemlər falan, çatışmazlıqlar. Əslində hələ bəzi şeylər artıq qaldı. Amma buna baxmayaraq hər şey əla idi. İndi uşaqlarla təəssüratını soruşa görə səndən başlayaq. Nə fikirləşirsən? İlk təəssüratım yorulmuşdu. Yorğunsuluq, o işte. Görürdə ki, normal idi, qəşəngdir. Mənim xoşuma gəldi. Əsas oldu. Əsas məsələ keçən indi İsmail adı. İndi ən çox balıq əşyalı İsmaildir. Məncə yaxşı oldu hər şey. Bir dənə axşam gedəyim və bu üçümüzün də qarnı ağrıyır. Konkret soyuqlamışıq. Yəni sağ-salamat sabaha sağ çıxsa əla olur. Bizdə balıq olmadı. Balıq Çox həvəsli getmişdik. 70% istirahət üçün 30% balıq idi. Bəli. O da olmadı. İnşallah başqa vaxt. İnşallah. Yəni demək istəyirsən ki, yenə gedəcəyik də. Tamam. Davam olun. Eyvallah. Benzinin təkəsiz edəcəksən. Sağ olun. Növbəti videolarda görüşmək ümidi ilə özünüzdən bu ayət olun.